Allahımızın salamı və bərəkəti üzərinizə olsun. Əziz dostlar və hörmətli izləyicilər. Bugün sizə həm gündəlik həyatda, həm də IELTS imtahanında tez-tez işlənən İngilis ifadələrindən biri olan let someone down ifadəsini izah edəcəyəm. İngilis dilində let someone down ifadəsi birini məyus etmək, yəni ona gözlədiyi dəstəyi verməmək deməkdir. Gəlin bu ifadəni birlikdə öyrənək. Bu ifadə, birinin sizə inandığı halda onun ümidini doğrultmadığınız və onu məyus etdiyiniz hallarda istifadə olunur. İndi isə nümunələrə baxaq. Əvvəlcə İngilis dilində, sonra isə Azərbaycan dilinə tərcüməsini verəcəyəm. Example 1. Please don't let me down this time, Nailə. Azərbaycan dilində, zəhmət olmasa, bu dəfə məni məyus etmə, Nailə. Example 2. Murad promised to help Ayxan, but he let him down. Azərbaycan dilində, Murad Ayxana kömək edəcəyinə söz verdi, amma onu məyus etdi. Example 3. Zümrüd was counting on Yusuf, but Yusuf let her down. Azərbaycan dilində Zümrüd Yusuf'a güvənirdi, amma Yusuf onu məyus etdi. Yəni let someone down ifadəsini istifadə etdikdə birinin ümidini doğrultmadığımızı, onu məyus etdiyimizi bildiririk. Unutmayın, dəstək olmaq və insanları məyus etməmək həmişə önəmlidir. Daha çox belə ifadə öyrənmək üçün abunə olmağı və videonu bəyənməyi unutmayın.